annesinin babasının tartışmalarında hakem olması. Ya bak çocukluk deyince benim hemen gözüm doluyor. Hiç böyle çok yani bir yerden söylemiyorum bunu. O hepsi geçti bitti iyi ki beni ben yapan şeyler ama böyle çocukluğumuza dönüp falan gibi bir cümle kurunca bana hep böyle geliyor, içim böyle hüzün doluyor. Haklısın. Böyle gözlerim buğulanıyor. Zaten çok hüzünlü geldi bana o ama bir yandan da çok güzel geldi. Çünkü ben senin niye bu kadar bir yandan çok sükunetli durduğunu anladım. Yani ben senin bakışlarındaki o endişeyi, kendini konumlandırmadaki tedirginliğini anladım. Çünkü sen hep hakemlik yaptığın için sevgi ilişkisi olması gereken bir yerde. Annenle babanı da burada yargılayamayız. Bir sürü insan denk düştüğünü zannedip denk düşemeyip o olmayan denkliğin içinde kaybolup gidiyor çocuklarıyla. Ama ben anladım yani sende gördüğümün ne olduğunu. Sen hep kavga çıkmasın. Hani haklı olan kazansın ve ben bu hakkı bulabilirim. Hani doğruyu ben kendim bulurum. Kimseye güvenmeye gerek yok. Evet. Tavrındaymışsın meğer. Evet. Anlamak istiyordum o çekinen kız çocuğu bakışını. Onu buldum sende hikayeyi dinleyince. You say slow down. Saat üzerince bugün geliyor. Bizim de Sabiha Gökçen Havalimanı'ndayız. İstanbul. Bize anlat Sabiha Gökçen. Niye Sabiha Gökçen Havalimanı'nda? Sabiha Gökçen çünkü Atatürk'ün manevi kızıdır ve ilk Türk kadın savaş pilotudur. Yani Türkiye'nin ilk kadın savaş pilotu. Ben ama ümumi Türk aleminde de ilk Türk kadın savaş pilotu odur. Ama sivil ilk kadın pilot Leyla Mehmet Beyli'dir. Savaş pilotu. Azerbaycanlı Leyla Mehmet Beyli. Sabiha Gökçen Havalimanı İstanbul'un Asya tarafında olan havalimanıdır ve daha qədimdir, daha kiçikdir. Kiçik dediğim orta boydadır. Ama yeni açılmış İstanbul Havalimanı Avrupa tarafındadır. Şehir merkezine uzaktır ve xeyli büyüktür. Hatta Avrupa'nın en büyük havalimanlarından biridir. Yanıma gel, oraya biz gitmiştik. Üstü. Bəli. Necə ki, Türk Hava Yolları dünyanın en yaxşı hava yollarından biridir. Ama biz Pegasus'tan çıktık. Biz Pegasus. Niye biz en yaxşı hava yollarından birinden çıkmadık? Çünkü bu saat, erken saatte sadece Pegasus'tan uçuşuyor. Niye de vermediler bize? Yanına yazdı, Pegasus kafeden alabilirsiniz. Tasarruf tedbirleri. Cemaat yazığa bir səhradakı kimi bir qurtum su verdilər. Özü bu boyda süzdü verdi hamıya, kimsə istədi. Az su verdi.
you guys. Today is 8 March and I would like to extend my warmest wishes to all our female guests on International Women's Day. The Pegasus Airlines, guided by the vision of modernity handed down to us by Filmi danış. Filmde adı gösterilmeyen bir insandı, diplomattı. Ama ben şairlerden anladım ki Sovyetler Birliği'ni temsil edir şahs. Ama İranlıdır. Yo, İranlı gerçek hayatta olmuş olaydı. Filmde ise adı belirlenmeyen bir ülke değildir. Ama orada şairlerden ben anlıyorum ki Sovyetler Birliği'ni kastedirler. Mesela ne işareler var? Orada bence komünizme bağlı bir şeyler danışıldı. Hemen insanın ülkesini gösterende hərbi generallar falan gösterilirdi. O insanlar Sovyetler Birliği'nin geyimini oxşuyordu. Ben de anladım ki o Sovyetler Birliği'nin diplomatıdır. O Amerika'ya gelir, ancak Amerika'ya gelende öz ülkesinde devrim baş verir növbət dəfə. Ve Sovyetler yıkılırdı ya. Artık Rusya Federasyası yaranmış olur, keçid dövrü. Bu insanın pasportu geçersiz sayılmış olur. Ülkesiz bir insan olmuş olur. Deməli qızlar, bu videonu hal-hazırda Ankara'da evlilik işlemlərimiz üçün başlatdığımız bir serüvenin başlanğıcı olaraq gəldik. Ya da bilmirəm, elə bugünkü vloqa yerləşdirərəm. Çox çətin bir proses oldu. Ümumiyyətlə hər ikimiz Azərbaycanlı da olsaq, mən düşünürdüm ki, məsələn, biri xarici vətəndaş, biri yerli olanda daha çətin olur. Amma hər ikimiz Azərbaycanlı da olsaq, yəni xaricdə bir evlilik etmək həqiqətən də çox çətin proses oldu. Çünki sən xarici ölkəyə gələndə burada normal oturum iznin olur, amma ondan sonra evlilik müddətində sənə təzədən turistik izin verirlər. Halbuki məsələn sən ailə vizası almaq istəyirsən, bunlar çox uzun bir söhbətdir. Bunları oturtmaq, bunları araşdırmaq özü də çox vaxt aparan bir şeydir. İnsan planlayır bəzən müəyyən tarixi, amma görürsən ki, sən əlində olmayan sənədlərin hazırlanması, avukatın öz işinin vaxtında görməsi, lap deyək ki, hər şey vaxtında görülür, dövlətin buna okey verməsi, prosesin sonlanması xaricdə çox çətin, uzun çəkən bir prosesdir ki, bizdə daha rahatdır deyə düşünürəm. Asan xidmətlə hər şey daha rahat həll olunur.
Amma yenə də biz düşünürəm ki, artıq yolun sonuna qədər gəldik. Bu istər Azərbaycanda da yaşasan, xaricdə də yaşasan, ən böyük amil səbirli olmaqdır. Və hər səfərində elə düşünürsən ki, yenə bacara bilməyəcəksən, yenə alınmayacaq, amma inanmaqdır. Bunu da ya gələcəkdəki vloqun əvvəlinə əlavə edəcəm, ya da elə sizin bu Ankara vloquna əlavə edəcəm, bilmirəm, qərar verək. Biz gedirik indi son işləmləri eləməyə. Birazdan dostumuz var. Sonra çıxacaq. Şimdi bir Kuğulu Parkda gedirik. Bu park İran'ın Türkiye'de yaşadı. Sadece buradaki pullar. Sadece pullar ama pulları görmedim. Şimdi aşağı düşür. Ekran Bir tane ayakta sayıdanım. Fotoğraf çekeyim hemen. Ve geldi. Qızlarım, sizə çox qəşəng bir xəbərlə gəlmişəm. Hardasa bir 10-15 dəqiqə bundan əvvəl Trendyoldan wedding planner sifariş elədim. Bu nə deməkdir? Biz necə ki günlük rutinlərimizi, tutaq ki müəyyən başlıqlar olan dəftərdə yaza bilirik. Bunun eynən düyün, orqanizasyon üçün hazırlanmış versiyaları da var. Bu da sırf wedding üçün hazırlanıb. Və artıq sən kafa yormursan da, düşünmürsən heç nə ki, tutaq ki, ən basit ağlınıza gələ biləcəyi, tutaq ki, gəlin bəyin geyimindən tutun, bütün xırda detallara qədər hamısı başlıq şəklində yazılıb. Mənim üçün tək bir qalan o başlığın qarşısında nəyi seçmişəm və yaxud da hardan seçmişəm və yaxud da seçəcəmmi, seçməyəcəmmi, ümumiyyətlə əldə edəcəmmi, planlayıramı, bu boşluqları doldurmaqdır sadəcə. Sizinlə bərabər qarşıda çox maraqlı və çox həyəcanlı bir serüvən gözləyir. Əslində sizə bir söz deyim, elə bugün və bir neçə dəqiqə əvvəl qərar verdim ki, heç bir tərsliklərə, heç bir yolunda getməyən işlərə görə üzülməyəcəm, yaxşı şeylərə odaqlanacağam və inanırsınız, video çəkmək mənə buna kömək edir. Sanki belə özümün üçün pozitiv gedən şeyləri sadəcə beynimdə qalması yetərli deyil. Sanki onu sizlə paylaşanda, ümumiyyətlə çəkəndə, onun haqqında danışanda xatırlamış oluram ki, okey, bu tərsliklərin yanında yaxşı gedən şeylər də var. Yəni uğurlar da var, nailiyyətlər də var ki, hansı ki bu işin əslində sürətli getməsinə kömək eləyəcəklər. Yəni mən elə düşünürəm ki, mənə bunu xatırlatması üçün belə təkcə YouTube-un olmağı çox yaxşıdır. Yəni çox yaxşıdır həqiqətən. Özümdə motivasiya tapıram və toparlayıram. Deyirəm ki, bu serüvəni də çəkəcəm, bu prosesi də çəkəcəm, arxa fonu çəkəcəm, nələr elədiyimizi falan. Bu məni sanki dəstəkləyir, takıntılardan uzaqlaşdırır ki, hə, takılmada, yəni neqativ gedən şeylərə. Arxa fonda gələn səs azan səsidir. Burada gündə 5 dəfə eşidilir və hər yerdə o qədər çox cami var ki, yəni
mümkün deyil ki, siz hansısa bir nöqtədən eşitməyəsiniz. Deməli, bir neçə kadr bundan əvvəl mən sizə Ankaraya getdiyimizi və müəyyən başvurular etdiyimizi bildirmişdim, hansı ki sənədlərlə bağlı və oradan onay pozitiv gəldi və artıq biz nə qədər çətin də olsa o onayı aldıq və davam edirik prosesi. Əslində qarşıdakı proses artıq maraqlı olan hissəsidir. Yəni üstlənmə, detallar, orqanizasiya, bunları da sizlə bərabər eləyəcəyik. Sizlə bərabər də seçəcəyik. Çalışacağam ki, sürətli bir şəkildə vloqlara atım ki, seçimləri bərabər eləyə bilər. Çünki özümüzün də vaxtı azdır burada əslində. Biz hardasa 30-40 gün ərzində bu Bright Party kimi etməyi düşünürük. Bu çox istəmirik yaya qalsın, həm istəyirik yazda olsun, həm müəyyən bəlgələrlə əlaqəli biraz tez etməliyik və s. Bunlara çox detallara yenə də özümüzü yormadan davam edək. Deməli, bu wedding planner gəlsin olan başlıqlara əsasən bugün sifariş vermişəm. Ən gec birinci gün gələcək yəqin ki. Başlıqlara əsasən biz irəliləyərək nə seçməyimiz lazımdır. Təbii ki, amma hamımız bilirik ki, ən birinci nə lazımdır? Bəli, gəlinlik lazımdır. Və mən təsadüfən pudramı itirmişəm Ankarada da. Və indi fikir verirəm ki, əslində pudrasız makyaj daha fresh görünür, daha parlaq görünür. Pudra sanki aralara dolduğunda daha yaşlı göstərilmişiz. Amma belə daha çox bəyəndim makyaj əslində. Nəysə, davam edirik qızlar. İlk tərcihim, yəni təbii ki, ilk başlanğıcda elbisə baxmalıyam. Gəlinlik tərzində bir şey baxmaq istəyirəm. Amma çox wow bir gəlinlik də olmamalıdır. Daha çox gəlinlik də olmayacaq. Amma biraz daha asil don tərzində, yəni siz necə balo tərzində bir şey seçməliyəm. Nə çox gəlinlik kimi durmamalıdır. Və ağlımda bir neçə model var. İndi heç bir şəkilə baxmadan, heç bir şey düşünmədən sizə ağlımdakını deyim. Düşünürəm ki, boyun və boğaz hissəsi istənilən cür ola bilər. Askılı, strapless, boyunlu və s. qolsuz, qollu hamısı ola bilər. Amma nədənsə düşünürəm ki, gəlinlik uzun, yəni gəlinlik üçün seçəcəyim don, daha doğrusu belə deyək də, Bright Party tərzi eləyəcəyimiz üçün çox, yəni ora gələn insanlar da sadə geyinəcəyi üçün mən də çox wow olmaq istəmirəm. Təbii ki, fərqləniyəm, amma biraz da sadə və şık olmaq istəyirəm. Daha çox dəniz kənarına uyğun olan, yəni sadə və şık, daha belə fresh bir görüntü istəyirəm. Və düşünürəm ki, bu uzun gəlinlik olmalıdır. Qısa da ola bilərmi? Ola bilər əslində. Qısada mən rahat olurammı? Oluram. Hətta düşünürəm ki, vücud tipimə də uyğundur. Sadəcə qısada mən belə bir şeyi fark etmişəm ki, özəl günlərində, önəmli günlərimdə həm məsələn sinə dekoltesi, həm qısalığı sevmirəm. Ya mənim üçün üst kapalı və alt balon ətək qısa olmalıdır, ya da tutaq ki, üstdə müəyyən qədər ya belə üçgən, ya da ki, strapless formada gəlinlik olmalı, ya da qolsuz olmalıdır və tam uzun olmalıdır. Bu iki detayın balansını çox sevirəm. Ona görə də muhtemelen ki, üstdə müəyyən dekoltelərə açığam ideya olaraq, bilmirəm, baxacağam, amma uzun və balıq model, yəni üzərimizə oturan bir model tərcih etmək istəyirəm gəlinliyi. Dediyim kimi, bu yenə də hal-hazırda kaba taslak olan bir fikrimdir. Mən nəyə inanıram qızlar? Doğru makyaj, doğru bədənə uyğun olan elbisəni seçəndə mən ümumiyyətlə çabasız şıklığı çox sevirəm əslində. Və biraz da güvənirəm ki, mən onsuz da nə geyinsəm qəşəng qalacaq deyə belə bir hiss var içimdə. Ona görə də məntiqli harcama edərək daha çox şeyi ürəyimcə eləmək istəyirəm deyənə heç gedib yəni uğraşmaq istəmirəm. Tutaq ki, depozitlə, denemələrlə falan, yəni vaxt itkisi olacağını düşünürəm və tam kafama uyğun da ola biləcəyini düşünürəm. Təbii ki, müəyyən müddət əvvəldən hazırlaşsan, tikdirsən falan, mənim üçün çox çətin idi ki, bu hansı mövsümə denk gələcək. Əslində, yenə də mövsümdən bağımsız olaraq eyni modellə tərcih edə bilərdim, amma mən bilsiz necədir? Məsələn, atıram, mən bundan əvvəldən hətta nikah elbisəsi falan da seçəndə düşündüyümüz tarixlər arasında fərqlər olanda
2-3 ay, 4-5 ay fərq olanda artıq mənim zövqüm dəyişirdi. Bu zaten normaldır, çünki artıq 5-6 aydan bir biz daha da olgunlaşırıq və daha fərqli bir tərz özümüzü görürük. Məsələn, bəstindən hardasa 6 ay əvvəl mən sarışındım, artıq saçlarım əsmərdir. Yəni təbii ki, bu belə detalları önəmli edir. Məsələn, tutaq ki, mən sarışın qadınlara daha çox bej rəngi var, ekru rəngdə ağları, onu daha çox, daha tok durur deyə bilirsiniz. Necə saçınızı doğru sarı tonda göstərir. Amma məndə mavi siyah boyalı bir saç olduğu üçün özümdə mavi alt tonlu ağlara, yəni daha belə ağ olan ağ, onu daha çox bəyənirəm. Yəni amma halbuki sarı saçlı olanda o tonu əsla özümə yaraşdıra bilmirdim. Yəni bu dəri tonundan tutun hər detay bunu etkiləyir. Ona görə də məsələn mən nikah elbisəsi seçmişdim. Dediyim ekru tonlardaydı. İndi hər şey sıfırdan seçmək durumundayıq. Ona görə də mən ən son saxladım ki, artıq biz tarixi, hər şeyi dəqiq biləndən sonra bunu eləyək ki, biz bir daha nələrsə dəyişdirmək zorunda qalmayaq. Şükür ki, aktiv idman, pilates falan məşğul olduğum üçün hal-hazırda əslində tam istədiyim bədən formasındayam. Məsələn, əvvəl daha biraz özgüvənsiz, tam bədənə oturan geyim bəlkə seçərdim, amma indi daha özgüvənli bir şəkildə seçirəm. Bunlar hamısı, bu bütün detaylar, zamanlama ona görə fərq eləyir. Yəni 4-5 ay olsa belə insan çox dəyişkən bir varlıqdır və təkcə bu mental olaraq dəyişkən deyil də. Yəni öz üzərinə qoyduğun fiziki yatırımlar olsun, yəni bu idman olsun, nə bilim, hər şey sənin o seçimini dəyişə bilir, geyimini dəyişə bilir və artıq ümumiyyətlə hansı bir ortamda edəcəyimi də kesin bildiyim üçün, yəni dost ortamı olacaq, daha az 30-40 nəfərlik bir ortam olacaq deyənə, ona görə də mən artıq bu konuda daha da əmin şəkildə qərar verə bilirəm ki, nə tərz bir geyim geyinəcəm. Məsələn, hansı ölkədə olması belə bunu etkiləyir qızlar, Azərbaycanda olması və ya da burada dəniz kənarında olması və ya da Azərbaycanın dəniz kənarı olması, bunlar hamısı onu etkiləyir deyənə ortaya çıxacaq geyim tərcihimiz də bunun nəticəsində seçilir. Deyirəm ki, gəldi düşdü sizinlə tartışa biləcəyim dönəmə. Fərqindəyəm ki, hələ də çox izləyicim yoxdur əslində. Məsələn, keçən dəfə mən kitab klubu haqqında paylaşmışdım. Demək olar ki, heç bir geri dönüş gəlmədi. Şəxsi WhatsApp-da və yaxud da Instagram-da paylaşdıqlarından ancaq geri dönüş gəldi. Amma buna baxmayaraq, mən yenə də sadəcə bunu paylaşmış olsam belə, yəni geri bildirim gəlməsə belə, tərcihlərdə çox belə deyim də seçmə cavabları almasam belə, yenə də mənə çox xoşdur. Bunu paylaşa bilməyi belə mənə çox xoşdur. Çünki dediyim kimi çətinlik olanda növbəti mərhələyə atlamama sanki mənə motivasiya edir. Dur çək, dur bunu danış, dur paylaş qızlarla. Bu kimi düşüncələr məni sanki qaldırır yerimdən və qoymur ki, takılım qalımda o negativ addımlara, hansılar ki, çətin irəlilədi, bizi yordu və s. Sizi güncəlləyəcəm və çox şanslıyam ki, anı olaraq, yəni qalması üçün bu videoları çəkə bilirəm. Çox şanslıyam və özümə təşəkkür edirəm ki, mən cəsarət eləyib 30 neçə dənə video əvvəlki ilk videonu atmışam. Varsa fikrinizdə, beyninizdə cəsarət eləyə bilmirsinizsə, mütləq edin. Yəni bu hər hansısa bir sonunu gözləməyin, hər hansısa bir nəticə nə olacaq deyə gözləməyin. O an ürəyindən gəlirsə, deməli sən yaratmaq üçün yaranmısan, yaradıcı insansan və bunu etməlisən, bu qədər. Yəni nə başqalarının fikirlərini çox önəmsəməyin, nə özünüzü sabah oyanıb cringe bula bilərsiniz, məsələn, əvvəlki videoları. Ondan da qorxmayın. Hamısı normaldır, hamısı inkişafdır və bu prosesdir. Və prosesin sonu yoxdur. Sənin ömrün 30 ildə ola bilər və 30 yaşındakı halın maksimum ən yaxşı versiyanı ola bilər və yaxud da 50 yaşın ola bilər. 50 yaşında həyat tərk eləyəcəksən. Artıq o 10 il, 20 il ərzində ən yaxşı versiyana qovuşmuş olacaqsan. İndi sən durub necə 30 yaşındakı halını, 25 yaşındakı halını cringe bula bilərsən ya da
kiminsə dalğa keçməsinə icazə verərsən. Təbii ki, artıq o mentalla düşünəndə insan özünə belə qıymır ya da başqasına belə qıymır ki, o baxış açısından baxsın. Artıq insanlar dışarıdan geyindikləri geyimlərin markalarına yatırım etmirlər. İnsanlar artıq öz bədəninə yatırım edirlər. Yəni bədənin nə qədər sağlam və nə qədər fit görünürsə, sən öz güvənli olursan ki, mən bütün paltarları qəşəng daşıya biləcəm. Və bu həqiqətən də belədir. Mən ekləyirəm, deyirəm ki, həm beyninizə yatırım eləyin, təhsilinizə yatırım eləyin. Yəni o qədər güclü olacaqsınız ki, yəni məsələn mən bilirsiz nə tepkilər görmüşəm həmişə. Yəni bu çox yerdə görmüşəm ümumiyyətlə. Əvvəl Yon Bakmanisizdə işləyəndə belə diplomlar bir hardasa 10 gün, 20 gün sonra gəlir də şeyə. Nə deyirlər ona, resepsiona gəlir və orada həkimlər baxırlar ki, yeni gələn rezidentlərə baxaq görək. Necədir? Məndə qırmızı diplom idi və həkimlər, yəni kuratorlar sayılırlar da əslində. Baxır bilirəm. Səndən heç gözləməzdim. Mən də o vaxt deyəsən bilmirəm, sarışın idim yoxsa narıncı saçlı idim, bilmirəm. Belə ekstravagant bir hallarından biri idi. Amma həmişəki kimi süslüydüm, həmişəki kimi makyajımı edirdim. Amma insanlar elə düşünürdülər ki, sən orada başarılı da olsan, təhsilin qırmızı diplom görürlər, amma yenə də səni belə ezikləməyə çalışırlar ki, necə yəni, necə belə həm qadın başarılı olub, həm qəşəng, həm baxımlı ola bilər. Bunlara heç vaxt aldırmayın. Heç vaxt özünüzü daha az gözəl, daha az çəkici, daha az baxımlı, görünmək zorunda hiss etməyə diqqət çəkməyəsiniz. Bu səndə olan bir şeyi gizlətmək ən böyük günahdır. Sənin enerjin, auran bunu tələb eləyir. Sən necə başqası səni yargılayacaq deyə gedib tutaq ki, paspal modunda gedə bilərsən. Əksinə məni motivasiya eləyir, oxumağa da, işləməyə də, maddi qazancı sağlamağa da. Mən özüm ayında görürəm, güc alıram. Bəli, bu güclü sayda gedəcək, bu iş də eləyəcək, bu iş də eləyəcək, belə hiss eləyirəm. Bundan sonra bir neçə dəfə mən Türkiyədə, Eskişehirdə, Patesə falan gedəndə də deməli bir dəfə mənimlə qayıtdı dedi ki, əslində o kötü niyyətlə demədi. Pates hocam dedi ki, Bahar candan bilirsiniz də, yəni belə qəribə bir tərzdə. Deyir ki, mən gələndə idmana, yenə də süslənmişəm, onda sarışın idim. Türklərdə belə bir şey var, aptal sarışın moda deyirlər ona. Mən o cür düşünüb. Mən dedim ki, hələ onun nə mesləyim haqqında bilgisi yox idi, harda işlədiyim falan, heç bir şey haqqında bilgi yoxdur. Mən gəlmişəm ilk dəfə qeydiyyata. Amma aylar sonra mən deyir ki, Sayda Hanım, mən sizi ilk dəfə görəndə elə bildim ki, bu Bahar candan tipli belə aptal sarışın modunda bir... Mən ömrü boyu bu düşüncə ilə mübarizə aparmışam, qızlar bilirsiniz. İndi saçlarımı biraz sünləşdirmişəm, o bayaq rəfiqəmlə danışıram. Biraz daha ciddiyyət sanki gəlib. Amma ümumiyyətlə, İnsanlar bunu qəbul edə bilmirlər, başa düşürsünüz. İnsan özünə həm fiziki, həm ruhən, həm mental yatırım edə bilər. Həm də zeki ola bilər. Bəli. Buna qəbul edə bilmirlər. Mənim dəyişdiyim məktəbimdə, ikinci məktəbim idi də. Bir uşaq var idi. Deməli bir dəfə Aras kursu, Kaspi kursu falan var idi. Onlardan belə reklam üçün gəlirdilər də. Tələbələrə nəsə bilgi vermək üçün kurs haqqında. Nəysə, bunun arxa qapağında da orada yüksək bal toplayan uşaqları, şəkilləri var. Olan biri qayıt dedi ki, sinif yoldaşım. Bu nə deyir? Bütün yüksək bal toplayan qızlar hamısı çirkindilər. Belə bir şey dedi. Yəni, o gündən etibarən mən həyatımda o fikirlə ancaq mübarizə aparmaq olub da. Yəni, və çox qəribə bir şəkildə də sürekli qarşıma çıxır. Və mən öz-özümə düşündüm ki, və həmişə də mənə prenses kimi davranırlar evdə. Gözəl səydə, nə qəşəngsən, nə. Bir anda mən o sinifdə bilirəm, əlaçıyanda, başa yaxşı oxuyuram. Öz üzərimə alındım ki, deməli, məni də insanlar belə görürlər gibi. Qızlar, üzərimə alınmadım. Mən yəni dedim ki, mən bunu sübut eləməliyəm ki, belə deyil. İnsan həm zeki ola bilər, həm gözəl ola bilər, həm fit ola bilər, həm ağıllı ola bilər. Zeki olmaqla ağıllı olmaq da əslində biraz çelişkidir. Məsələn, təhsilim falan var, amma ağıllı olmaya bilərsən də, yəni kullanıla bilərsən həyatda.
yanlış tərcihlər edə bilərsən. Təbii ki, yanlış tərcihlər etmək ağılsız olmaq deyil. Yəni o situasiyalardan tez çıxıb layiq olduğun şeyə doğru irəliləyirsənsə, ağıllısan deməkdir. Axırı ki, yəni başa düşdünüz nə demək istəyirəm. Yəni bu bütün şeyləri nəzərə alaraq demək istəyirəm ki, gözəlsizsə, qəşəngsinizsə, baxımlısınızsa, qoymayın kimsə sizi ezikləsin ki, sən deməli aptalsan. Və bütün kozlarını açıq oyna həyatda. İnsanlar əslində səndən qorxduqları üçün və özləri bunu edə bilmədiyi üçün səni yargılıyorlar, ezikləyirlər. Bütün kozlarını açıq oyna və sənə Allah bunları veribsə, Tanrı səni yaradanda bu bütün xüsusiyyətləri sənə veribsə, potensialları, bunu gizlətmək mən həmişə deyirəm, ən böyük günahdır. İstifadə etməmək kiminsə yargılayıcı düşüncəsi üçün. Və bu mentala gəlmək 25, 28, 30 yaşları ala bilər. Amma siz əgər məni izləyən, mən çox istəyirəm, həmişə də deyirəm ki, mən balaca qızların kütləm olsun, balaca qızlardan ibarət kütləmdə olsun. Onlara xitab etməyi ümumiyyətlə çox sevirəm. Bunu əgər sən indiki yaşında izləyirsənsə, indiki yaşında umursam artıq insanlar nə demək istədiyini, yaxşı? Çox danışdıq, uzun danışdıq, amma qəşəng olacaq hər şey. Sizinlə də paylaşacağam. Görüşərik, gedim, paltarları yumuşam, onları asacağam, qabları yumağa qoyacağam. O işləri bitirib gəlib oturacağam, burada editimə başlayacağam. Mesela burada ilə sizinlə sağollaşıram. Mənim üçün bu vlog çox anları birləşdirdi. Çox sevincli olduğum anlarla, çox üzgün olduğum anları və bir çox şeyi birləşdirdi. Hər şey tam həll edəndən sonra da sizə daha detaylı, hətta o çətin proseslərdən də bəhs edəcəm ki, onlarla biz necə üzləşə bilərik və yaxud da mən hansı situasiyalar yaşadım. Amma hələ ki, digər yaxşı addımlarda motivasiyanızı itirməmək üçün onlardan heç danışmayaq belə. Və görüşərik növbəti vloqlarda, növbəti kadrlarda. Sizi çoxlu öpürəm.